Herkese salam. Bugün yeni vlog başlayıram. Evdə tərəvəzlər bitmişdi və fikirləşdik ki, tərəvəzləri Vasimoy bazardan alaq. Ümumiyyətlə çalışıram ki, tərəvəz, meyvə həmişə bazardan alım. Orada çeşid daha çox olur və qiymətlər də münasib olur. Amma bu dəfə heç də belə olmadı. Çeşid də çox deyildi və qiymətlər də heç marketin qiymətlərdən fərqlənmirdi. Aldığımız tərəvəzləri hamısını stolun üstünə boşaltdıq və bir-bir yuyub soyuducuya yerləşdirdik. Mən çalışıram ki, həmişə yemək yeyəndə günorta, axşam mütləq stolda tərəvəz salatı olsun. Bu dəfə çox tərəvəz aldım. Göbələk aldım, təzə çıxan kartof aldım. Xırda kartofları çox xoşumuz gəlir qızardıb yeməyə. Brokoli, gülkələm, badımcan, pomidor, xiyar hamısını yuduq və soyuducuya yerləşdirdik. İndi yazdır və əsl göyərti vaxtıdır. Göyərtiləri təmizlədim, yudum və bir yarım saatlıq suda saxladım ki, tam təmizlənsin. Ondan sonra bir də yuyub quruduram və dəsmala büküb soyuducuda saxlayıram. Bu işləri bitirəndən sonra yemək hazırladım və birinci salatdan başladım. Təzə kələm almışdım. Onun yarpaqlarını ayırdım. Suya saldım, bir 10-15 dəqiqə saxladım və xırda doğrayıb pomidor xiyarla qarışdırıb salat elədim. Mən salatı hazırlayana kimi uşaqlar meyvələri yudu, qurutdu və qaba yığdılar. Bu arada yoldaşım da evə gəldi. O da yol üstü marketə girib biraz evə bazarlıq eləyib. Marketdən toyuq, yumurta, qarğıdalı və çörək almışdım. Ümumiyyətlə mən çörək evdə özüm bişirirəm, amma vaxt olmadığından çatdırmamışdım. Ona görə çörəyi də marketdən aldıq. Axşam nə bişirəcəm yeməyi soruşanda hərəsi bir yemək deyir və mən qalıram seçim arasında. Bugün fikirləşdim ki, toyuqla püre bişirim. Bu yeməyi hamı yeyir və hamı bəyənir. Kartofu soydum və qoydum qaynamağa. Toyuğu bir neçə hissəyə doğrayıb, yağda qızardırıb, üzərinə də soğan vuracam.
Əvvəllər püre bişirəndə mən kartoflu soymadan yuyub qoyurdum qaynamağa. Pişəndən sonra soyurdum və püre halına gətirirdim. Amma qaynar-qaynar kartofu soymaq çətin olduğundan indi belə bişirirəm püreni. Kartof qaynayandan sonra əzirik, yağ, istiot, kərə yağı qatırıq və biraz da süd qatıram ki, yumşaq olsun. Bu arada kuryer bizim sifarişlərimizi gətirdi. Bu dəfə sifarişlərimizi Temu'dan eləmişdik. Qızlarım özlərinə pijama sifariş eləmişdi. Demək olar ki, aldığımız hər şey Temu'da gördüyümüz şəkildəki kimi idi. Bir-iki dənə kofta, bax, məsələn, bu koftanı heç bəyənmədim. Rəngi çox xoşuma gəlmişdi şəkildə. Yayda geymək üçün almışdım, amma məncə bunu tək evdə geymək olacaq. Tikilişi düzgün olmayıb. Bu evdə geyməyə sportivni şalvardı almışıq. Ortancın qızım özümə kosmetika alır. Hər dəfə nə sifariş etsəydi, mütləq bir kosmetika almalıdır. Bu da mənim sarı pişiyim. Bizlə bir yerdə sifarişlərimizi bəyənir. Kosmetikanı qızım yoxlayandan sonra dedi ki, heç bəyənmədi. Ona görə ki, ümumiyyətlə demək olar ki, onun tonları üzdə qalmır. Çox tez silinir, gedir və şəkildə görünən kimi deyil. Siz necə kosmetika sifariş edirsiniz Temu'dan? Bəyənirsinizmi? Bu da bizim bazar günü səhərimiz açıldı. Bir neçə gün əvvəl mən anama demişdim ki, nəsə çox qutab ürəyim istədi. Və bir də gördüm ki, anam zəng edib deyir ki, qutab göyərtisini almışam və gəlirəm sizə qutab bişirməyə. Bazar günü olduğundan hamımız evdə idik və bizdə qutab və maraqlı başqa bir yeməklər bişirəndə mütləq hamımız bir yerə yığışırıq. Bacıma zəng elədim, onu da çağırdım və gördüyünüz kimi bu qutab göyərtiləri, bu Gicirstandır. Bəzi göyərtilərin adını deyə bilməyəcəm, ona görə ki, bilmirəm. Siz bilirsinizsə yazın. Bu 2-3 növ göyərtidən başqa soğan, kişniş, dağ kişnişi, şüyüd də əlavə elədik. Anam xəmiri yoğurana kimi biz də göyərtiləri yuduq. Mütləq bir yarım saat suda saxlayıram ki, təmiz torpaq yuyulsun göyərtilərdən. Qutabın xəmirinə un, duz və su. Başqa heç bir şey əlavə olunmur. Qutabımız da iki cür olacaq. Biri göyərti ilə, biri də balqabaqlı qutab. Balqabağı xırda-xırda doğrayıb soğanla qızardırıq. Üzərinə mütləq qara istiot, duz və biraz turş dad gəlsin deyənə zirinc qatılır. Amma zirinc olmadığından mən yayda qurutduğum vişnəni qatdım. Balqabağımız hazır və göyərtimizi də doğrayıb hazır qoyuruq. Qutab üçün hər şeyi hazırladıq, amma birinci duxovkada gec pişir deyənə biz çıqan hazırladıq, pişirdik. İçlik üçün ət, kartof, soğan, göyərti, duz, istiot və əgər yağlı deyilsə ət, biraz yağ qatırıq. Bu birinci içliyimiz. Xəmiri yayırıq, üzərinə yağ əlavə edirik və yenidən köndə eləyib 1-5 dəqiqə saxlayırıq. Bunu ona görə eləyirik ki, xəmir qat-qat olsun.
Bir kündəni yayırıq. Üzərinə içliyi qoyuruq və o biri kündənə də yayıb üstünü bağlayırıq. Sobaya 200-220 dərəcə 1 saat ərzində demək olar ki, hazır olur. İkinci içliyimiz kəsmikli olacaq. Kəsmik, xırda doğramış kartof, göyərti, duz, istiot, bir dənə yumurta və kərə yağı əlavə edib yaxşı qarışdırırıq. Çıqan sobada pişənə kimi biz keçirik qutablarımıza. Balaca kündələr hazırlayırıq. İçini bal qabaqla doldurub sacın üstündə qızardırıq. Mən göy qutabın içinə də yağ vururam, amma bəzi adamlar deyir ki, içinə yağ vurulmur. Hər qutab pişdikcə üzərinə də yağ sürtürük. Bu arada çıqan da hazır oldu. Bildiyiniz kimi çıqan ləzgi mətbəxinə aiddir. Gördüyünüz kimi üstü xırçıltılı və çox dadlı alınmışdı. Xəmir biraz artıq qalmışdı. Ondan da ərişdə hazırladıq. Не получается, свет падает. Ne получается? Свет падает. Anacığa. İşlərimizi bitirəndən sonra, dadlı yeməklər yeyiləndən sonra qəşəng, təzə, pürrəngi çay dəmlədik və oturub çay içdik. Qonaqları hamısını yola salandan sonra mənə qaldı mətbəxə yığışdırmaq. Qabları yudum, yerinə yerləşdirdim. Qaz plitəsini sildim. Ümumiyyətlə çalışıram ki, gecə qab qalmasın və səhər duranda hər şey təmiz olsun.
Bugünlük bu qədər. Əgər bizim vlogumuzdan xoşunuz gəldisə, bəyənmək yaddan çıxmasın və mütləq kanalımıza abunə olun. Sağ olun.